Dostlar, hər kəsə salam olsun. Bugün sizlərlə normativ hüquqi aktlar haqqında Konstitusiya qanunundan sual-cavablara baxacağıq və onu da qeyd edeyim ki, dostlar, mövzuya başlamamışdan qabaq bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Baxın, dövlətqulluğu.net saytımız var. Bu saytda dövlət qulluğuna hazırlaşanlar üçün belə deyək, yaxşı mənbələr var. Xüsusən də qanunvericilik sahəsində istədiyiniz kateqoriya üzrə mənbələrə və yaxud da ki, digər məsəl üçün faydalı linklərdən mənim hazırladığım prezentasiyalara və sair, yəni testlərə, hər bir şeyə baxa bilərsiniz. Bu barədə də saytın özü haqqında da məlumat vermişəm. YouTube kanalımda var, baxa bilərsiniz. İndi isə biz normativ hüquqi aktlar haqqında Konstitusiya qanununa baxaq. İlk olaraq sual-cavaba baxacağıq. Gəlin buradan da. Başlayaq dostlar sual-cavabımıza. İlk olaraq belə bir sualımız bizim qarşımıza çıxır və burada qeyd olunur ki, normativ hüquqi aktlar haqqında Konstitusiya qanunu hansı qaydaları müəyyən eləyir? Normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edir. Növbəti sualımız normativ hüquqi akt deyəndə nəyi nəzərdə tuturuq? Hamı üçün məcburi davranış qaydalarını əks etdirir, qeyri-müəyyən subyektlər dairəsi üçün və yaxud da ki, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd. Yəni dostlar, onu da deyim ki, hər hansısa bir dərs izahı deyil bu. Sual-cavabdır ki, imtahanda sizə məhz bu formada da suallar düşə biləcək. Bu da öz yerində. İndi isə davam edirik digərlərinə. Görək digər prezentasiyamızda nə var? Davam edirik dostlar. Burada qeyd olunur məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən rəsmi sənəd nədir? Bu normativ xarakterli aktdır. Ümumiyyətlə normativ hüquqi akt, normativ xarakterli akt, bunlar barədə mən öz YouTube kanalımda da məlumat vermişəm. Eyni şəkildə belə deyim, WhatsApp və Telegram qruplarımda, həmçinin Instagramda da bu haqqda yazmışam. Normativ hüquqi akt, normativ xarakterli akt və yaxud da ki, qeyri-normativ hüquqi akt birlikdə necə adlanır? Bu isə hüquqi akt adlanır. Növbəti sual, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmamasına nə deyilir? Buna isə qanunvericilikdə boşluqlar deyilir. Növbəti sualımıza baxaq. Növbəti sualımız oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi nə adlanır? Bu isə qanunun analogiyası adlanır. Hüququn analogiyası nə zaman tətbiq edilir? Konkret və oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyası tətbiq edilir. Eyni ictimai münasibətləri tənzimləyən normativ hüquqi aktların ziddiyyətinə nə deyilir? Bu isə normativ hüquqi aktların kolliziyası deyilir. Növbəti sualımız orqanın və yaxud da ki, şəxsin öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlər hansıdır? Bu isə discretion səlahiyyətlər deyək buna adlanır. Diskresion səlahiyyətlər biraz tələffüzündə problem ola bilər. Normativ hüquqi aktın hüquqi qüvvəsi nəyi müəyyən edir? Aktın tətbiqinin məcburiliyini və digər aktlara nisbətən üstünlüyünü və yaxud da ki, tabeliyini müəyyən edir. Referendum aktı, qanun və yaxud da ki, fərman Konstitusiya ilə ziddiyyət təşkil etdikdə hansı akt tətbiq edilir? Əlbəttə ki, Azərbaycan Respublikasının Konstitusiyası. Çünki bizdə birbaşa hüquqi qüvvədədir. Belə deyim, ən yuxarıda hansı idi? Konstitusiyadan da keçmişdik. Konstitusiya idi, ondan sonra referendum aktı idi, qanun və yaxud fərman idi. Bax, bu şəkildə gəlir. Növbəti sual. Qanun və yaxud da ki, fərman, referendum aktı ilə ziddiyyət təşkil etdikdə hansı, belə deyək, bu digər sualdakı kimidir, üstünlük. Bax, burada da referendum aktı, yəni tətbiq olunacaq. Bu ondan daha yuxarıdadır. Mülki məcəllə digər mülki qanunlarla ziddiyyət təşkil elədiksə, mülki məcəllə üstün olur. Fərman qanunla ziddiyyət təşkil etdikdə qanundur. Daha sonra burada növbəti Nazirlər Kabinetinin qərarı fərmanla ziddiyyət təşkil etdikdə fərman üstünlük tutur. Əslində bunu bir ox kimi də çəkmək olar. Məsəl üçün sxemə də salmaq olar. Konstitusiyadır, referendum aktıdır, ondan sonra qanundur, fərmandır, daha sonra Nazirlər Kabinetinin qərarlarıdır. Bu şəkildə gedir.
Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil edirsə, Nazirlər Kabinetinin qərarı əlbəttə ki, üstün olur. Növbəti nizamnamə, əsasnamə və təlimatların hüquqi qüvvəsi nə ilə müəyyən edilir? Onları təsdiq edən aktın hüquqi qüvvəsi ilə. Birdəfəlik təşkilatı və sərəncəmverici tədbirlər üçün qəbul edilən aktlar necə adlanır? Qeyri-normativ hüquqi aktlar. Məsələn, prezidentin sərəncamı, kimsənin vəzifəyə təyin olunması. Qeyri-normativ hüquqi aktlar nəyin əsasında qəbul edilməlidir? Müvafiq normativ hüquqi akt əsasında və ona istinad etməklə. Növbəti, prezidentin sərəncamları hansı növ aktdır? Bu qeyri-normativ hüquqi aktdır. Biz bunu konstitusiyaya keçəndə də bu barədə danışmışdıq. Milli Məclisin qərarları hansı növ aktdır? Bu da qeyri-normativ hüquqi aktdır. Onu da qeyd edim ki, dostlar, Milli Məclisin aktları konstitusiya qanunu idi və qeyri-normativ hüquqi akt idi. Növbəti, Konstitusiya Məhkəməsinin qərarları hansı növ aktdır? Normativ xarakterli akt. Baxaq digərinə, yerli icra hakimiyyəti orqanlarının qərarları isə bu da normativ xarakterli akt sayılır. Normativ xarakterli aktlar məsuliyyət müəyyən edə bilərmi? Burada qeyd olunur ki, xeyr. Konstitusiya Məhkəməsi istisna olmaqla normativ xarakterli aktlar normativ hüquqi aktlara ziddiyyət təşkil edə bilərmi? Yenə də xeyr deyirik. Milli Məclisin normativ hüquqi aktları hansı formada qəbul edilir? Qanunlar formasında qəbul edilir. Bəs prezidentin normativ hüquqi aktı hansı idi? Bu isə fərman idi. Əlbəttə ki, Nazirlər Kabinetində isə qərar idi. Qanunlar və fərmanlar nə vaxt rəsmi dərc edilməlidir? Bu isə 72 saat ərzində dərc edilməlidir. Növbəti sual, normativ hüquqi aktlar haqqında Konstitusiya qanunu nə vaxt qəbul edilib? 2010-cu il 21 dekabrda qəbul edilib. Bax belə dostlar, güman edirəm ki, hər birinizin bu sual-cavab xoşuna gələcək. Kanala abunə olun, videonu bəyənin ki, dövlət qulluğuna hazırlaşan şəxslərə əlçatan olsun. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm dostlar. Sağ olun.